qızılın, gümüşün son aylarda qiymətinin kəskin şəkildə artmağı insanlarda bir maraq yaratdı bu sahəyə. Artıq bir unsiyanın neçə qram olduğunu bilməyən insanlar belə artıq bu sahədə bir araşdırma eləməyə başladılar ki, bəlkə bir 5-6 manat pulumuz var da aparıb qoyarıq, bəlkə bir şey qazanarıq. Ümumiyyətlə bu yüksəlişin səbəbi nə idi? Tarixən qızıl, əsasən qızıl güvənli liman rolunu oynayır investorlar üçün. Bir geosiyasi gərginliklər olanda, müharibə təhdidləri olanda, dünyada məsələn belə sadə dillə desək, aləm bir-birinə dəyəndə investorlar artıq son 150 ildir, əgər bu birja sistemini götürsək, səhmlərdən çıxıb qızıla yatırım edirlər ki, bu güvənli limandır, öz vəsaitimizi təlatümlü dənizdə burada saxlayaq. Yəni, bunun səbəbi budur. Son zamanlarda həm Avropadakı müharibə, Rusiya-Ukrayna müharibəsi, yaxın şərqdəki gərginlik, İran müharibəsi, Venezuela hadisələri, nə bilim, Tayvan ətrafında gərginliyin olması ehtimalları, bütün bunlar qızıla marağı artırır. Yəni şirkətlər batacaq, qızıl batmayacaq. Bəli. Bu yanaşmayla tarixi bir belə deyək, yaddaşla hətta investorlar qızıla tərəf getdilər. Bunun bir səbəbidir. İkinci səbəbi isə Rusiya çox ciddi rol oynadı burada. Rusiya sanksiyaları artırdıqca və valyuta ilə əməliyyatları edə bilmədikcə iki sahəyə yönəldi. Bir coinlərə, bir də qızıla. Çünki bəzi əsasən də hərbi təyinatlı məhsulları almaq çox çətindir Rusiya üçün. Yəni rəsmi və leqal yollarla almaq çox çətindir. Ona görə də qızıl alışlarını həddindən artıq artırdı. Elə Çin də eyni qaydada, Hindistan da eyni qaydada artırdı. Və nəticə itibarilə dünya mərkəzi banklarının qızıla olan marağının artması fonunda qızılın unsiyasının qiyməti də son 2 ildə götürsək 2 dəfədən çox artır. Yəni fantastik nəticədir. Hətta gümüş belə. Gümüş biraz fərqlidir. Gümüşdə nədir məsələ? Qızılın belə kəskin artması, gümüş qızıla bağlı bir investisiya alətidir. Və dollarla avro kimi bunu təsəvvür edə bilərik. Bir də bitcoin ilə digər coinlər kimi. Məsələn, bitcoinin qiyməti qalxanda hamısı bir yerdə qalxır, düşəndə hamısı düşür. Eyni belə deyək də yanaşmadır. Qızıldan fərqli olaraq gümüş ucuzdur. Xeyli ucuzdur, belə demək mümkünsə. Ona görə investorlar düşündülər ki, zaten qızıl qalxırsa, mütləq arxasınca dartıb gümüşü də aparacaq. Ona da pul qoyur. Bizim qızılı almağa pulumuz çatmayan investorlar, böyük həcmlərdən gedir söhbət, gümüş almağa başladılar. Və gümüş bu qızılın arxasınca qiymət artmağa başladı. Ardınca başqa xəbərlər də çıxmağa başladı ki, yeni texnologiyaların inkişafı metallara, o cümlədən gümüşə tələbatı artıracaq, yarım keçiricilər formasında, mikroçiplərin istehsalında, elektrik avtomobillərində. Xüsusən də elektrik avtomobillərinin üzərində dayanmaq lazımdır. Tez-tez rastıma çıxır sosial şəbəkələrdə, xüsusən də TikTokda alqoritmlə nədənmi bilmirəm, amma tez-tez bu məsələ çıxır qabağıma. Və burada biraz konspiroloji yanaşma kimi gəlir bu. Çünki bunu bəzi insanlar deyir, yox, bu sadəcə bir şəhər əfsanəsidir, bəziləri əsaslandırırlar ki, həqiqətən də elektrik avtomobillərində gümüşə ehtiyac var. Var, amma bu əsas səbəb deyil. Yəni, gümüşün qiyməti artırılacaq əsas səbəb. Əsas səbəb qızılın qiymətinin artmasıdır. Qızılın qiymətinin artması fonunda əgər bir müddətdən sonra enməsini də müşahidə etsək, çünki tarixən də belə olub da, hər şey daim bir aktiv heç vaxt daim qalxa bilməz. Elə Bitcoin-də də biz gördük, haradasa 130 min dollara qalxmışdı, 65-ə qədər yarı-bayarı qiyməti düşmüşdü bu yaxınlarda. Yəni, o zaman gümüşün də qiyməti düşəcək. Bu, onu dəlalət edir ki, bu tək elektrik avtomobillərinə bağlı məsələ deyil. Yəni, elektrik avtomobilləri zaten artır da. İqtisadi amillərə də. Bəli. Bu, artıq geosiyasi risklərin azalması fonunda qızıla birbaşa bağlı olan gümüş aktivlərinin işidir. O ki, qaldı ümumilikdə yatırımcı davranışına. Gümüş və qızılın bir çox, belə deyək, yatırım aləti kimi istifadə sahələri var. Heç də ona fiziki olaraq sahib olmağa da ehtiyac yoxdur. Yəni, onların futuresləri var, alış-satış öhdəlikləri deyək də, Azərbaycanca tərcüməsində. Onların alqı-satqısını həyata keçirmək fiziki qızıla və yaxud da fiziki gümüşə sahib olmaq demək deyil. Və orada investorlar, əgər günlük qazanc güdən və yaxud da həftəlik qazanc güdən investorlar çox yaxşı vəsait qazana bilirlər. Alqı-satqı ilə. Yəni, orada hətta indiki proqramlarda çox sadədir, hətta süni intellekt də kömək edir. Hansı səviyyədə al, hansı səviyyədə sat, qoyursan öz profilində heç məşğul da olma. Heç baxma da, sənin avtomatik olaraq alqı-satqını proqram özü həyata keçirir.
Bir də var böyük investorlar. Artıq bunlar fiziki olaraq qızıla maraq göstərir və bu fiziki olaraq maraq göstərən investorlar üçün böyük vəsait lazımdır. Əgər siz bu sahədə müəyyən belə deyək, uğur qazanmaq, pul qazanmaq istəyirsinizsə, daha böyük vəsaitləri söhbət milyonlardan gedə bilər. Bu milyonlarla vəsait investisiya qoyursan ki, o zaman gözümə bir şey görsənsin, belə deyək. Və son zamanlarda da geosiyasi gərginliyin artması fonunda qızılın qiymətinin artması öncədən proqnozlaşdırılırdı. Yəni, keçən ilin sonundan, hətta ortalarından başlayaraq müxtəlif proqnoz şirkətləri qızılın qiymətinin artacağını söyləyirdilər. Yəni, burada bir sürpriz olmadı. Amma burada problem nədir? Bəzi hallarda proqnozlar öz arxasınca investorları və qiymətləri sürüyüb aparır. Bəzi hallarda. Məsələn, proqnozlar o qədər çox idi ki, qızıl qalxacaq, qızılın qiyməti artacaq, o qədər çox... Yatırım çox oldu. Yatırım çox yönəldi. Bir də artıq investorların profili də dəyişib də. Son 20-30 ildə internetin inkişafı ilə investorların profili də dəyişdi. Xatırlayın, köhnə Amerikan filmlərində birjaları göstərəndə o şunurlu telefonları biz görürdük. Trader otururdu, ona zənglər gəlirdi, o ekranda nəsə dəyişirirdi, ya əlinlə göstərirdi ki, hansısa future və yaxud da hansısa səhəm almaq lazımdır, satmaq lazımdır. O zaman, belə deyim də, əhali bu işdən kənardaydı. Orada profesional, peşəkar investorlar var idi. İndi bu internetin və o alqı-satıq proqramlarının, forex proqramlarının getdikcə geniş yayılması dünyada artıq 100 milyonlarla investor gətirib bu sahəyə. Amma onlar peşəkar deyirlər və çox zamanda xəbər axınının arxasınca sürünürlər. Yəni, özləri analizlər aparıb, hansısa qısa, orta və uzun müddətli investisiya portfelləri qurmaqdansa, xəbərin dalınca gedirlər. Hətta, məsələn, bəziləri var ki, böyük yatırımcıları izləyirlər də. Sonrasını aldısa, mən də ondan alım, məsələn. Hansı aktivlərini aldısa, mən də alım. Deyəsən, burada nəsə var. Və yaxud da Warren Buffett var, məşhur investor. Buffett hansı aktivə girirsə, mən də gedim ondan alım. Amma anlamır ki, Buffett alanda 2 milyard dollarlıq əməliyyat edirsən, 200 dollarla girmək istəyirsən. Yəni, sən o 200 dolları itirəcəksən. Buffett orada 1% əriyəcək. Yəni, əlbəttə. Yəni, ona görə də bu peşəkar investisiya ilə məşğul olmaq çox gözəl bir peşədir, əsl peşədir və öyrənmək lazımdır bunu, ciddi şəkildə öyrənmək lazımdır və həyatının, gününün böyük bir hissəsini buna sərf eləməlisən, əgər sən bu işlə ciddi məşğul olmaq istəyirsənsə. Yox, əgər, belə deyək də, sənin gəlirin var müxtəlif sahələrdə, bir hobbi kimi, həm də maraq kimi bu işlə məşğul olursansa, bunun xəstəsinə çevrilməməlisən. Yəni, gündəlik saniyə və saniyə izləyən bir insana çevrilməməlisən də. Bu da insanlara çox böyük mənəvi. O qazandığın pulu həkimə xərcləyəcəksən sonra. Əsəblərimin müalicəsinə xərcləyəcəksən ən azından. Ona görə də burada investorlar Azərbaycanın özündə də mən həddindən artıq çox müraciətlər alıram, görüşlərdə də suallar alıram. Peşəkar investisiya ilə məşğul olan bir profildir. Bu günün bəlkə də 16-15 saatını bu işlə məşğul olur. Xəbər axınlarını izləyir. Çünki bəzi hallar şirkətlərin hesabatlarını oxuyur. Bir neçə dil bilməlidir. Ən azından dil bilməsə də tərcümə proqramları vasitəsilə. Süni intellekt proqramları. Bəli, onlarla vasitəsilə çox. Amma bunu oxumaq lazımdır. Məsələn, Apple şirkətinin hesabatı çıxır. Onun sən baxırsan 50 səhifədir. Bunun vaxt lazımdır, həvəs lazımdır, oturub oxuyasan. Niyə oxuyursan? Çünki avangard şirkətlərdən biridir. Orada gəlir və xərc və gözləntilər necə dəyişirsə, ona bağlı o profilli digər şirkətlərə yatırım qoyanda da sən onu nəzərə almalısan da, yəni müxtəlif üsullarla. Bir də şişmiş balonlar var. Məsələn, mənim şəxsi düşüncəmə görə süni intellektlə məşğul olan şirkətlər həddindən artıq dəyərləndirilib, dəyər qazanır. Bu qədər dəyərli ola bilməz. İqtisadi əsası olmadan. Əlbəttə, əlbəttə. Onların geri dönüşü olacaqmı? Məsələn, şirkətlər var. O qədər qazanacaqmı ümumiyyətlə? O şirkətlər var ki, 100 milyardlarla dollarlıq dəyər qazandı son illərdə də. O 100 milyard dollarları bazardan geri çəkə biləcəkmi? Harda istifadə edəcək? Necə pul qazanacaq? Hansı formada pul qazanacaq? O balonların yaranması kifayət qədər ciddi problemdir investorlar üçün. Və kiçik investorlar çox zaman o balonların partlamasının qurbanına çevrilirlər.
5000 dollarım məsələn var, hansısa bir vətəndaşım var da 5000 dolları. Gümüş alması daha məsləhətli hazırki durumda. Burada həm gümüşlə qızılın həm iqtisadi əsaslandırmasını nəzərə almaq lazımdır, həm geosiyasi vəziyyəti nəzərə almaq lazımdır, həm digər faktorları. 5000 dollarla gümüşə yatırım daha düzgün olar yoxsa qızıla? O baxır hansı müddətdə yatırım etmək istəyirsən. Məsələn 3 il müddətində. 3 il çətindir. Onu proqnozlaşdırmaq çox çətindir. Və 3 il bundan sonra bəlkə də qiymət bundan 5 dəfə də baha ola bilər. Bundan 2 dəfə ucuz da ola bilər. Ona görə xırda investorlara məsləhət ondan ibarətdir ki, ya səhmə yatırıb gözləmə mövqeyinə yadlarından çıxartsınlar da. Məsələn, sürətlə inkişaf eləyən hansısa bir şirkət araşdırıb tapandan sonra bu süni intellektlə də məşğul olan şirkətlərdən biri ola bilər. Fiziki məhsul verən şirkət bəli, insan sağlamlığı ilə məşğul olan dərman şirkətləri də ola bilər. Və yaxud da indi son zamanlar, məsələn, mən çox maraqla izləyirəm, kiçik atom elektrik stansiyaları istehsal edə biləcək şirkətlər yaranır. Bir avtomobil boyda atom elektrik stansiyası. Böyük bir yük avtomobili boyda. Amma şəhərin, 1 milyonluq şəhərin az qala yarısını elektrik enerjisi ilə təmin edə biləcək. O şirkətlər, o startaplar getdikcə sürətlə ona qapalı zəncir atom reaksiyası deyirlər. Elə şirkətlər yaranıb. İspaniyada var, Amerikada var, Ruslar elan elədilər ki, bizdə də var. Bax, o şirkətlər çox pul qazanacaq gələcəkdə. Məncə, o şirkətlər dəyər qazanacaq. Çünki onlar real nəsə istehsal edir. Elektrik enerjisinə tələbat getdikcə artır və bundan sonra daha çox artacaq. Elektrik enerjisi istehsalı ilə məşğul olan şirkətlər diqqətli olmalıdır. Bu gələcəyin neftidir də. Əlbəttə, hətta bugünün artıq neftidir. Artıq neftidir. Çünki süni intellektin inkişafı elektrik enerjisinə tələbatı 1-ə 5, 1-ə 6 artırır. Çünki o databazalar lazımdır, databazaların soyudulması lazımdır. Belə hər şey olaraq deyirəm, onu da demək olar ki, məsələn, çox adam düşünür ki, Trumpın nəyinə lazımdır Qırlandiya məsələn. Neyin Qırlandiyanın buz parçasıdır da. Özü də deyir, kiçicik buz parçasını mənə rəva görmüşsünüz. Faktiki ora soyuducudur. Bir var, süni intellektin databazalarına ayrıca elektrik enerjisi tələb olunsun ki, orada soyuducu avadanlıqlar quraşdırılsın. Bəzi hallarda 90 dərəcəyə qədər qızıllar onlar. Bir də var ki, mağaralar var Qırlandiyada, uçsuz bucaqsız buz mağaraları var. Orada yerləşdirsən, əlavə elektrik enerjisinə ehtiyac yoxdur. Temperaturu əksinə, belə deyək də, müqabil sahədə saxlamaq üçün çox azacıq xərc tələb olunur. Ona artıq soyutma tələb olunmur. Məsələn, Microsoft bunun həlli kimi okeanın dibində databazalarını saxlamaqla, süni intellekt databazasını saxlamaqla bir yol tapmışdı. Amma onda problemi oldu ki, orada bir problem olanda o kapsulu hər dəfə çıxard, onu aç, təmir elə, yenidən çox əlavə, çox böyük xərcdir. Amma bu Qırlandiya havayı belə soyuducudur. Qoydun ora və süni intellektin databazalarını və orada o soyuma prosesi avtomatik gedir. Yəni, elektrikə olan tələbat getdikcə artacaq və elektrik istehsalı ilə və müasir elektrik istehsalı ilə məşğul olan şirkətlərə maraq da artacaq, onların dəyəri də yüksələcək. Bu, belə həmişə bərpa olunan elektrik enerjisi olacaqmı? Burada da suallar var. Burada da suallar var. Çünki günəş enerjisi və külək enerjisi ilə məşğul olan şirkətlər dotasiya ilə ayaqda qalıblar bu günə qədər. Onların maraq dotasiyadan keçir, dövlətin verdiyi dotasiyadan. Onlar iqtisadi olaraq ayaqda qala biləcəklərmi? Ciddi sual yaranır. Ciddi suallar yaranır ki, onlar iqtisadi olaraq özü-özünü dolandıra biləcəkmi? Və yaxud da sabah da oradan da elə bir atom elektrik stansiyaları, modul tipli stansiyalar təhlükəsiz şəkildə kəşf olundu ki, böyük bir şəhərin belə bir qatarın bir vaqonu boyda olan bir atom elektrik stansiyası böyük bir şəhərin elektrik enerjisini təmin etsə, artıq o günəş və yaxud da külək generasiyasına ehtiyac qalacaqmı? Ona görə də burada da diqqətli olmaq lazımdır məncə investorlar kimi. Amma mən düşünürəm ki, elektrik enerjisi istehsalı, satışı, hətta ötürülməsi, bu işlərlə məşğul olan şirkətlər gələcəkdə böyük belə də uğur qazana bilərlər. Yaxşı, digər daha qiyməti ucuz olan əlva metallar var. Bura bürünc daxildir, digər metallar daxildir. Onda da bir perspektiv görürlər. Məsələn, xarici mətbuatda iqtisadi analitiklərin biz yazılanında onu görə bilirik. Bəli. Ki, gələcəkdə bu dəyərindən çox ola bilər və bu da insanları müəyyən qədər maraqlandırır. Xüsusən də əlində az pul olan, hansı ki, bayaqları dediyim kimi, bir 5000 dollara qədər əlində vəsait olan və
bundan sonraki çıxış yolunu investisiyada görən insanlar üçün bu nə dərəcədə belə pozitiv proqnozlar demək olar bunun haqqında? Əlvan metallar, nadir metallar, o cümlədən ənənəvi metallar, bürünc də bura daxil, ənənəvi metallar istehsalda istifadəsi artdıqca, tələbat artdıqca onların qiyməti yüksələcək, təbii ki. Təbii ki, yüksələcək. Amma burada qiymətə təsir edən digər bir amil də, nə qədər qəribə səslənsə də, pandemiyadır. Pandemiya vaxtı 18 trilyon dollar, belə çox sadə dillə desək, pul çap olunub bazara səpilib. Hələ onlar yığılmayıb. Və o pulların bir hissəsi də bax, belə balonların şişməsinə gedir, qiymətlərin artmasına gedir. Məsələn, mən əminəm ki, pandemiya olmasaydı, qızıl bugün 5200 dollar olmaz. Nə qədər olardı? Olardı 3000 dollar məsələn. Çünki 18 trilyon dollar ki, bazara səpildi ki, o böhranın qarşısı alınsın. Bunu siz necə düşünmək olar, böyle obrazı insanlarımız üçün? Bir yanğındır, Allah uzaq eləsin, bir ev yanır. O yanğını söndürəndə köpük, su, hər şeyi ora axıdırlar ki, tez yanğın sönsün. Amma sonradan ev nə günə düşür? Yəni ona oddan da, od zərər verməyən mebelə su və köpük zərər verir. Səzdən onu təmir etmək məcburiyyətində qalırsan. Eyni şey pandemiyada da baş verdi. Yanğın var idi, 18 trilyon pul yanğını söndürmək üçün səpələndi. İndi o köpük su kimi qalıb ortalıqda mebellərdə üzür. İndi hələ o pulu çəkmək lazımdır. O çəkmə bir hissəsini Bitcoin özlərinə götürdü. 2 trilyonlu deyəsən Bitcoin təqribən 2 trilyonlu sterilizə olundu orada. Bitcoinin qiyməti birdən-birə 130 min dollara qədər niyə qalxdı ki? Havayı və üzdə olan pul var idi. Ona görə qalxdı. Ucuz pullar var idi. Və bir hissəsini süni intellekt çəkdi öz üzərinə. O şirkətlər çəkdi öz üzərinə. Amma hələ də o vəsait bazarda var deyə balonlar yaranır və investisiya balonları yaranır. Bir müddətdən sonra o balonların partlaması ehtimalı da var, təəssüf ki. Məsələn, Çində daşınmaz əmlak balonu var. Çox ciddi bir problemdir. O partlasa çox ciddi çöküş olacaq Çin iqtisadiyyatında. O da dalğavari bütün dünya iqtisadiyyatına təsir göstərir. Bilirsiniz, dünya elə bir qlobal vəziyyətə gəlib ki, nə qədər qlobalizmin böhranını yaşasaq da, siyasi anlamda, iqtisadi anlamda elə bir hala gəlib ki, o hətta məsələn Yunanistan kiçicik bir ölkə idi, batırdı 2006-cı ildə. Onu belə batmağa qoymadılar. Əslində bu yaxşı bir şey deyil. Bu sağlam iqtisadiyyatın sağalması üçün kimsə batmalıdır. Oksigen verirsən də müvəqqəti olaraq. Bəli, süni bunu yaşam verdilər də 170 milyard avro Yunanistana yardım oldu. Almaniya əsasən də Almaniya tərəfindən qoymadılar batmağa. Çünki bu Avropa Birliyində çox böyük dalğalar yarada bilərdi. Avropa Birliyi iqtisadiyyatına təsir göstərə bilərdi. Eyni şey başqa ölkələrə və böyük şirkətlərə də aiddir. Yəni, əvvəl 18-ci, 19-cu əsrdə o kapitalizmin yeni-yeni cücərdiyi, hətta 20-ci əsrin əvvəllərində vaxtlarda bu sağlam rəqabət və sağlam rəqabətin batırdığı və yüksəltdiyi şirkətlər var idi. Bu normal idi, organik idi. O zaman da dollar da qızıla bağlı idi, belə deyək də, 2-ci Dünya Savaşına qədər. İndi bax, o sistem də korlanıb. Bəzən doğrudan da süni nəfəs verib yaşadırlar. Bəzi şirkətləri, ölkələri batmağa qoymurlar. Və bu isə əlavə pul çapını gündəmə gətirir də. Ona görə də dünyanın, məsələn, iqtisadçı olaraq məndən soruşsanız ki, ən böyük problemi bugün nədir? Dünyanın ən böyük problemi odur ki, bütün dünya ölkələrinin yaratdığı ümumdaxili məhsuldan 3,7 dəfə çox borc var. Təqribən 370 trilyon dollar borc var bugün. Kim kimə borcludur? O borcların axırı nə olacaq? Nə vaxtsa qayıdacaqmı? Onlar o qədər itib batıb ki, o qədər belə pis aktivləri alan şirkətlər peyda olub və ölkələr peyda olub ki, onların axırı nə olacaq? Ona bənzər bir belə deyək də, vəziyyət yaranıb dünyada. Ona görə də risklidirmi? Bəli, yatırım risklidir. Hər zaman qazanmaq olmur. Və amma bu qumar da deyil. Bəziləri bunu kazino ilə, qumarla az qala tutar, tutmaz. O da deyil. Burada analitika lazımdır. Burada məlumat bazalarını öyrənmək lazımdır. Burada kreativ bəzi addımların atılmasına ehtiyac var, düşüncə tərzinə ehtiyac var. Məsələn də, siz xəbərlərə baxırsınız, Euronews-ə baxırsınız məsələn. Xəbərlərdə yazı keçir ki, Efiopiyada quraqlıqdır. Bu yatırımçıya nə deyə bilər ki? Yatırımcı belə fikir verməsə heç nə deyəməz. Amma kofenin qiyməti qalxacaq. Tamamilə doğrudur. O deməkdir ki, kofenin qiyməti qalxacaq. Deməli, sən kofenin fütureslərini almalısan. Efiopiya
üçdə birini az qala təmin edir kofe bazarı. Belə məsələ, hətta xəbər axınlarına belə diqqətli olub baxmalısan və risk eləməyi bacarmalısan, amma ağıllı risk. Biraz cəsarətli olmalısan. Bəli, tamamilə doğrudur, cəsarət. Amma bu son 5.000 dollarını bu sahəyə qoymağa heç kimə mən məsləhət görməzdim. Lazım olmayan 5.000 dollarını, o 5.000 dollar olmasa belə bunun həyatına heç bir təsir etməyəcəksə, o zaman bu işlə məşğul olmaq olar. Yaxşı, bir də bir məsələ var. Bu da bəzi insanların, çox az insanların bir məlumatsızlığına irəli gəlir. Məsələn, gedib hansısa bir sepi alanda, üzərində hansısa bir çəkisi olan bir sepi üzərində klonla alanda onu yatırım kimi baxılır. Düzdürmü? Halbuki biz bilirik ki, külçə şəklində olan qızılla zinət əşyası olan qızıl arasında çox böyük bir fərq var. Burada marka satır, burada dəyər satır, düzdürmü? Həm də alqı-satqıda da ciddi fərq olur. Alanda daha baha alırsan, satmaq istəsən daha ucuz satılacaqsan. Yəni, buna həmişə diqqət yetirmək lazımdır. Amma yüksək ayarlı külçələrin alqı-satqısı demək olar ki, aşağı-yuxarı eyni qiymətdir də. Yəni, orada 1-2 dollar fərq yarana bilər. Ona görə də əgər yatırım etmək istəyir, fiziki yatırım etmək istəyirsə, yüksək ayarlı külçələrə, orada da var da, hətta 10 qramlıq da var, 50 qramlıq da, 100 qramlıq da, 1 kiloluk da var. Kimin gücü nəyə çatırsa necə deyərlər. Yaxşı, o külçə qızılla hansı ki 99,9% gedir də. Bəs zinət əşyalarında necədir onun? Ayarlar aşağıdır da. Məsələn, 576-dır səhv eləmirsə, 780 neçə ayar gəlir, sonra 900 ayar gəlir. Onların hamısının qiymətləri fərqlidir, bir-birindən fərqlidir. Yəni onun içində digər, belə deyim də, bir metal qatmalar var, hansı ki onun qiymətini biraz salır. Çünki əridəndə, məsələn, ən aşağı ayarlı qızılı əridib təmiz qızıl almaq istəyirsənsə, onun bir hissəsi tullantıya gedir. Aydındır. Onda mən belə başa düşürəm ki, son ayların əlan metalları, xüsusən qızıl, gümüşə olan yatırım havası əslində o qədər də sağlam hava deyil. Yenə deyirəm, gündəlik, həftəlik investorlar ki, bugün pul qoydum, sabah qazandım, onlar üçün çox maraqlı bazardır. Çox maraqlı bazar. Çünki orada hətta futures bazarında mən nəzərdə tuturam, tək artanda yox, azalmasına da yatırım eləyib udmaq olur. Əgər sən azalma yönündə pozisiya alırsansa futures bazarında, orada da uda bilərsən. Yəni, gündəlik bu işlə məşğul olansa və gündəlik qazanc istəyirsənsə, eyvallah, normaldır. Biz Azərbaycanda xüsusən də pulun tez dəyərdən düşdüyünün şahidi oluruq. Alıcılıq qabiliyyəti. Hə, məsələn, qiymət dayanmadan qiymətlər qalxır, ərzaq qiymətləri, avtomobil qiymətləri, daşınmaz əmlak və insanlar burada artıq əllərində olan pulu qorumağa çalışırlar. Bəzən də buna görə düşünürlər ki, qızıla, gümüşə yatırım eləməklə 3 il sonra onun dəyərini qoruyacaqlar. Doğru fikirdir bu, yoxsa? Son 3 ildə bu fikrə gələnlər uddular. Onlara halaldır, necə deyərlər. 3 il bundan qabaq 2000-dən də aşağı idi də qızılın unsiyası 1600, 1700 dollar olan vaxt. Hətta indi adama yuxu kimi gəlir, 15 il bundan qabaq 370 dollar idi bir unsiya qızıl. Yəni uzun vadəli kim yatırım eləyibsə, mən əminəm ki, bu Buffettlər, bu tipli yatırımcılar uzun vadəli yatırımlar da eləyiblər. Bəlkə də alıblar fiziki olaraq 2000-ci illərin əvvəllərində, indi onun qiyməti 15 dəfə qalxıb. Ona görə də yəni, müddətdən çox şey asılıdır. Yatırımdan çox şey asılıdır. Yatırım strategiyasından çox şey asılıdır. Bir də əsas problem nədir bizdə, sırf Azərbaycan kontekstində? Bizim iqtisadiyyat həddindən artıq bəsitdir. Bizdə digər yatırım alətləri yoxdur. Qiymətli kağızlar bazarı, səhm bazarı, dövlət borc kağızları bazarı. Bax, bizdə bu sahəni inkişaf elətdirmək lazımdır. Çünki belə çox bəsitdir də, insanın əlində 5 manat pul olanda ya qızıl haqqında düşünür, ya daşınmaz əmlak haqqında düşünür. Başqa ağlına heç nə gəlmir, çünki yoxdur o alətlər. Məsələn, Türkiyənin İstanbul borsasında fiziki yatırımcıların sayı 4 milyon. 4 milyon insan fiziki yatırımcıdır. Yəni bu şirkət deyil, yatırımcı şirkətlər deyil, hansısa bir böyük yatırım şirkətləri deyil. Evində oturan adam. Evində oturan adam 4 milyon. Təsəvvür eləyin. Az rəqəm deyil. Rusiyada da bu rəqəm yüksəkdir. Bizdə amma bu alət yoxdur da. Mən tutalım 5000 dollar varsa, mən harda iştirak? Uzaq başı bizdə açılan o Forex şirkətlərinin nümayəndəlikləri var. Onlarla xarici bazarlardakı səhm
alış-verişində iştirak edə bilərəm. Orada da vergi problemi var, əlavə dəyər vergi kartdan ödəniş eləyəndə. Amma bizdə hazırda bəzi banklar artıq açılır da, səhmlərə, düzdürmü? Açılır. Amma o da siz gündəlik qiyməti dəyişən səhmlər deyil. Yəni bu statik olmamalıdır da. Bu banklar öz səhmlərini buraxır filan qiymətə. Məsələn 1 manata da çox sadə dillə desək. O 1 manat olaraq da qalır. İnvestora maraqlı deyil axı. İnvestora maraqlı oldu ki, 1 manata alsın, sonra 1 manat 10 qəpiyə satsın. Heç olmasa. Yəni bu nöqteyi nəzərdən bizdə investisiya alətləri çox belə bəsit formadadır. Ona görə insanlar əlində vəsait düşəndə gedir, Gürcüstandan ev alır, Türkiyədən ev alır, daşınmaz əmlak alır, xarici platformalarda iştirak edir, hansısa bir forex platformalarında pul qazanmaq istəyir. Bizim insanlığımızı belə təşəbbüskardırlar, həddindən artıq, belə yaxşı mənada pul qazanmağı sevəndilər. Yəni onlar üçün də şərait yaranmalıdır. Burada qiymətli kağızlar bazarı artmalıdır, səhim bazarı artmalıdır. İnsanlar böyük holdinglərin, hətta dövlət şirkətlərinin bəzilərinin özəlləşdirilməsi həyata keçirilməlidir ki, onların səhim bazarı yaransın. O zaman insanlar o 5.000 dollara olan qızıl haqqında bəlkə düşünməyəcək. Deyəcək ki, A şirkətinin səhimini alım, keçən il almışdım 5 manata, oldu 8 manat və yaxud da dividend verdi mənə hər səhimə görə 5 qəpik. Gedim mən 1000 dənə də alım o səhimdən, 5 qəpikdən dividend verəndə yenə 50 manat pul qazanacaq. Yəni bu tipli yatırım alətləri olmalıdırlar ki, insanlar belə deyək də, az vəsaitlə belə bazar iştirakçısına, səhim bazarının iştirakçısına çevrilsinlər. Doğrudan. Əslində pul qazanmaq da o qədər çətin deyilmiş də.